Əks halda gələcək nəsillərə ötürüləsi bir abidəmiz qalmayacaq. Bəzi tarixi binalar və ya abidələr müxtəlif şəxslər tərəfindən və yaxud da sahibkarlar tərəfindən alınır. Sonra həmin tarixi abidənin, binanın təyinatı dəyişdirilir və başqa bir istiqamət üzrə istifadəyə verilir. Son zamanlarda 79 abidə bərpa olunubsa, ondan qat-qat çox abidənin bərpaya və yaxud konservasiya işlərinə ehtiyacları var. Bəzi tarixi abidələr, heykəllərin üzərində hələ də onların məlumat lövhələri Kiril əlifbası ilə yazıldığı qeyd olunur. İşğaldan azad olunmuş ərazilərdə, məsələn, oradakı abidələrin vəziyyətindən danışsaq, təbii ki, ən tez bərpa gedir Şuşa şəhərində. Münaqişə zamanı dağılmış abidələri sıfırdan tikmək təbii ki, buna rekonstruksiya deyilir, bu artıq bərpa deyil, amma buna icazə verilə bilər.